Ailə məsləhəti ilə deyək, mən ailə həyatı daha erkən yaşlarda qurdum. Halbuki məktəbdə ancaq 5 dənə oxuyan, diplomu, medalı olan bir insan idim. Həqiqətən də mənim evdən çölə çıxmağım çox çətinliklə baş verdi. Yəni həqiqətən də o durumla xatırlamaq istəmirəm belə ki, mən deyəndə ki, mən gedim çölə, yox, sən otur evdə, sən uşağa bax, biz özümüz pul qazanıb gətirəcəyik sözləri hələ də yadımdadır. Və o vaxtlar artıq 2018 idi. Mən ayrıldım, yoldaşımdan ayrıldım və tək davam elədim həyatıma. Mən Sənaye Əsgərova, 27 yaşım var. Digibum Marketinq Əqlisə şirkətinin təsisçisi və rəhbəriyəm. Hal-hazırda 15 nəfərlik komanda ilə 25-dən çox şirkətə xidmət göstəririk. Daha çox rəqəmsal marketinq və sosial media marketinq üzrə mütəxəssisləşmişik. Özüm marketinq sahəsində artıq 7 ildən çoxdur ki, fəaliyyət göstərirəm və bunun son 5 ilini sırf sosial media marketinq üzrə fəaliyyətdəyəm. Və düşünürəm ki, hər kəsin özünə uyğun bir yolu olmalıdır ki, mən marketoloqam, mən rəqəmsal marketoloqam demirəm. Mən sosial media marketinq mütəxəssisiyəm. Burada bəsdir də mən kiməm, yoxsa daha ətraflı nə danışım ki? Əslində mən Rusiyada böyümüşəm, yaş yarımından biz Rusiyaya köçmüşdük və orada ailəmlə birlikdə 8-ci sinifə qədər mən qalmışam. Və 8-ci sinifdən çıxdıqda biz döndük vətənə, anamın istəyi ilə daha çox vətənə geri qayıtdıq və burada mənim adaptasiya dövrüm, məktəbə və s. çox uzun çəkdi. Hətta mən təəssüf ki, 8-ci sinifi 2 dəfə oxumuşam, çünki bura qaydanda bilmirəm nəsə hansısa qaydalar var idi, sən ikinci dəfə oxumalısan eyni sinifi. Yəni, buradan da bir ilim getdi və ailə məsləhəti ilə deyək, mən ailə həyatı daha erkən yaşlarda qurdum. Və təbii ki də mən oxumaq istəyirdim, mən Rusiyada yaşayırdım və Rusiyada da məndən həmişə soruşurdular, sən kim olacaqsa mən müəllimə olacam deyirdim. Əslində indi də müəyyən dövr təlimlər keçirirəm deyə düşünürəm ki, ona çatmışam, o uşaqlıq arzuma çatmışam və mənə artıq biz bura köçəndə dediyim kimi biraz ailə məsləhəti ilə erkən yaşda evlənmə oldu və bu da mənim həmçinin oxumağıma təsir elədi. Təəssüf ki, icazə verilmədi mənə ki, sən yox oxuma, otur evdə və s. tipli şeylər deyildi. Halbuki məktəbdə ancaq 5 dənə oxuyan, diplomu, medalı olan bir insan idim və mənim özümə çox pis təsir elədi bu ki, mənə icazə vermirlər oxumağa, çünki ən çox istədiyim şey oxumaq idi. Yəni, bəlkə də o dövrlər mən yox, evlənmək istəmirəm deyil də, yox, mən oxumaq istəyirəm demək istəyirdim və buna baxmayaraq 9-cu sinifdən çıxdım və oturdum evdə.